Migrenin yaranma səbəbləri, onun triggerləri var. İlk öncə sizdə bu migreni yaradan səbəb nədir? Bunu araşdırmaq lazımdır. Hər migren tutmasından əvvəlcə siz cədvəl tutaraq qeyd eləməlisiniz ki, mən hansı hərəkət etdikdən sonra bu migreni tutalım. Siz yuxusuz qaldıqda ola bilir. Adətən yuxusuzluqdan, çox yorğunluqdan sonra migren ağrıları baş verir. Məsələn, susuzluqdan ola bilir, yay fəsli gəlir. Yetərincə maye qəbul eləmədikdə migren ağrılarını tetikləyə bilərsiniz. Və yaxud da gür işıqda, yəni gür işıq şüaları gözə düşdükdə migren ağrıları başlaya bilir. Və yaxud da rütubət dəyişməsi, hava dəyişməsi. Bunları təyin elədikdən sonra bəzi yeyəcəklər, içəcəklər yaradır, konservativ qidalar yaradır. Siz bunu təyin elədikdən sonra bu şeydən uzaqlaşarsınızsa, sizi tetikləyən bu faktordan uzaqlaşarsınızsa, sizin ağrılarınız onsuz da azalacaq. Yəni həmişəki qədər olmayacaq. İlk öncə siz onu araşdırmalısınız ki, nədir sizin migreninizi tetikləyən?